Herkese salam dostlar, necəsiniz, var nə yox? Bu günləri başımızın üstündə gələn futbolcudan özümüzə karyer eləyəcəyik. Yəni öz karyeramızı, bu futbolcunun karyerasını keçə biləcəyimi, keçəməyəcəyimi onu şey eləyəcəyik və gördüyünüz kimi mən danışa dostlar David Beckham gəldi. David Beckhamın bir dənə FIFA Year belə kuboklarını dəqiq bilmirəm. 6 da bir də Şampionlar Liqası var, bir dənə 6 dənə İngiltərə Premier Ligin kupasıdır deyəsən o səviyyəmiz. 9 dənə liqa kuboku var. 721 oyuna çıxıb 127 qol azdır. Qol məncə keçərik. Assistdən də dirəşərik, bəlkə məncə də keçərik, nə bilim. Və 225 assist eləyib. Bu mənə elə gəlir kuboklarda yaxşıdır, bir də assistdə yaxşıdır. Mənə elə gəlir keçərik də, yəni asan olar. Görək öz karyeramızı qurub David Beckham karyerasını keçə biləcəyim. Bəli dostlar, effekti tapdım, qoşdum. Hücumçu, Avropada hücumçu olacağıq. 3 dənə 2. Başım çıxmır. Hücumçu oluruq Avropada, getdik. Görə hansı klublardan təklif gələcək, hansı xoşumuza gəlsə o kluba gedəcəyik. Və akademi, altyapıda Elfsborg, İsveç klubunda karyeramıza başlayırıq və 18 yaşımızda futbola başladıq. 1 milyon şey. Hardan təkliflər gəldi, hardan gəldi. Verderə gedək də, Verder nədir ya qardaş? 38 milyona getdiyi Verder transfer oldu. Amma normal takımına gəlsə, haydi, yox. Bu nədir ya bu? Montpellier 3 milyon nə də, yox bir. Verderdə qalma üstün tutdu, Verderdə qalmağı seçdik dostlar. Empoli, İtaliyaya gedir, amma daha üst səviyyələrdə qəşəng komandalar gəlsə, Atletico Madriddən İspaniyaya transfer olur. Atletico Madriddən təklif gəldi dediyim anda. Gözəl. Fransadan Marseille bizə təklif göndərdi ki, kluba rədd edirik. 28 yaşımız var, 91 milyon, 28 yox, 30 yaşımız var. Sonra bu klublar yox, heç biri yox. Atletico Madriddə qalmalı, İspaniyada qalmalı, üstünlük verir İspaniyada qalmalı, Atletico Madriddə seçirik. İtaliya ilə Fransadan bir təklif, Torino, Tolis, yenə də bunu ləğv edirik və yenə də dostlar Atletico Madriddə qalmağı üstün görürük. Və İspaniyadan, Valensiyadan təklif gəlir. Atletico Madrid təbii ki də. Və görək əməkliliyimizi, yəni hansı klubda əməkli olacağıq, karyeramızı bitirəcəyik. Atletico'da bitirək, yoxsa Benfica'da. Məncə Atletico'da elə bitirək. Və görək hansı klubun meneceri olacağıq. Yəni İspaniyada Atletico klubunun meneceri olduq. Neçə oyuna çıxmış? 637. Oyunda o üstündür David Beckham. Asist sayımız 328. Asist sayıda keçdik 225 idi. Gol 550. Golda da keçdik 127 idi. 84 sarı kart. 15 qırmızı biz nə eləmişik? Liga 4. Liga kubokda keçə bilmədik. Onda 9 idi, bizdə 4 oldu. Çempionlar Liqamız yoxdur. Onda 1 idi, bizdə yoxdur. World Cup, Dünya Kuboku yox idi, məndə var. Ballonlarımız da yoxdur, onda da yox idi. Dünya Kuboku məndə var. Liga titulu uduzduq. Məsəl üçün, asistə keçdik, qolda keçdik. Çıxdığımız oyunda keçdik. 3-1, 3-2, 4-2, 4-3 hesabı ilə də, yəni bunlara istatistiklərə baxaraq dedim. Məncə utduq Beckham'ın, yəni karyerasından yaxşı bir karyera əldə elədik. Sizin fikriniz nədir dostlar? Sizə keçə bildiyimi karyerasını Beckham'ın yaxşı uğurlar əldə edə bildiyimi onlara yazarsınız. Sağ olun.